Salam uşaqlar. Bugün 8-ci sinif iş dəftəri onurğalı heyvanların həyat dövriyyəsi mövzusunun izahını verəcəm. Birinci çalışmada balıqlar suda quruda yaşayan sürünən quşlar, məməlilər verilib sinifləri və onlara uyğun xüsusiyyətlərdə qarşıda verilib və biz bunları yazacağıq. Balıqları yazarıq ki, balıqlar yumurta qoymaqla çoxalır. Xeyr, balıqlara biz yaza bilərik ki, mayalanma xaricidir. Bunu yaza bilərəm balıqlara. A. Sonra inkişaf bətnində xeyir, kürü tökürlər. Düz balıqlar həm də kürü tökməklə çoxalır. Hər ikisinə qoydum. Sonra suda qurda yaşayanlar. Suda qurda yaşayanlarda da xarici mayalanma var. Beyni qoyuram bura. Yumurta qoyurlar xeyir. İnkişaf bətn daxildə xeyir, kürü tökürlər. Hər ikisində də mayalanma xaricidə kürü tökməklə çoxalır. Sürünənlər yumurta qoyanlardır deyə ona görə götürürük yumurta qoyurlar. Sonra yumurta mayalanma daxili olduğuna görə bunlarda mayalanma dişinin yumurta borusunda gedir. Mayalama daxil olan heyvanlarda mayalama dişinin yumurta borusuna gedir. Sürünənlərə bunu da qoya bilərəm C-ni. Sonra yumurta qoyurlar, sürünənlər da qoyurlar. Mayalama xarici xeyir, inkişaf bətn daxildə xeyir. Buna ancaq məməllərə aiddir. Bətn daxil inkişafa kürü tökürlər xeyir, təkcə sol yumurta ancaq quşlarda var. İndi quşları seçək. Quşlara mayalama dişinin yumurta borusuna gedir, düzdür. Dişinin yumurta borusuna gedir. Biz dedik, daxili mayalamaların hamısı dişinin yumurta borusuna gedir. Sonra yumurta qoyurlar, quşlar da yumurta qoyanlar heyvanlardır. Sonra mayalama xaricidir xeyir, inkişaf bətn daxili xeyir, kürü tökürlər xeyir, təkcə sol yumurtalıq inkişaf edib, bu da düzdür. Quşlarda təkcə sol yumurtalıq var, sağ yumurtalıq reduksiyalı. O da uçma ilə əlaqədar olaraq. Sonra məməlilərə gedək. Məməlilərdə dişinin yumurta borusuna gedir. Bunlarda da inkişaf dişinin yumurta daxili mayalama olduğu üçün. Yumurta qoyurlar, xeyir, mayalama xaricidir, xeyir, daxilidir. İnkişaf bətn daxilidir. Baxın, ancaq məməlilərdə inkişaf bətn daxilidir. Kürü tökürlər xeyir, təkcə sol yumurtalıq xeyir. İkinci çalışmaya baxın. Şəkildəki canlıların həyat dövriyyəsini təsvir et. Burada quşlar verilibdir. Burada isə sürünənlər. Quşlar. Burada sürünənlər. İlk olaraq onları aydınlaşdıraq. Sürünən. Deməli, quşların həyat dövriyyəsi. Quşlar yumurta qoymaqla çoxalır. Yumurta qoymaqla çoxalır. Sonra yumurtadan çıxan fərd, baxın, ana fərdə, yəni valideyn fərdə oxşuyur. Burada düzünə inkişaf. İnkişaf. İkincisində də deyir, burada da sürünənlər də diqqət etsin, ona da yumurta qoymaqla çoxalır və yumurtadan çıxan fərd valideynə bənzəyir. Burada da yumurta qoymaqdır, eyni, bir də düzünə inkişaf. Həyat dövriyyəsi. Şəkildəki canlıların inkişafı oxşar və fərqli cəhətlər. Oxşar cəhətlər uşaqlar buradadır ki, hər ikisinə baxın, burada da yazıb. Yumurta qoyurlar. Sonra düzünə inkişafdır hər ikisində də. Nə inkişafdır? Sonra mayalanma hər ikisində daxilidir. Mayalanma daxilidir. Fərqli cəhətlər odur ki, baxın, quşların üzəri nə ilə örtülüb? Lələklə örtülüb. Amma sürünənlərdə üzəri pulcuqlarla örtülüdür. Burada tısbağada kirəc çanaqla örtülüdür. Pulcuqla örtülüdür və ya burada sümük çanaqla örtülüdür. Sümük tısbağa verdiyinə görə sümük çanaq deyə bilərəm. Amma sinifin xüsusiyyətlərini verdiyi üçün pulcuq da deyə bilər sinif əvədisə. Sonra quşlar istiqanlı heyvanlardır. Bədən temperaturu sabitdir. İstiqanlı, sabit bədən temperaturu. Eyni temperaturu. Amma sürünənlər isə soyuqqanlıdır. Heyvanlar. Bədən temperaturu isə qeyri-sabitdir.
Sonra şəkildə məməlilərə aid 3 qrupuna olan canlılar təsvir edilir. Aha, 3 qrupu biz deyirdik ki, məməlilər 3 qrupa bölünür. Yumurta qoyan məməlilər, kisəli məməlilər, bir də plasentalı məməlilər. İndi deyir, niyə bu canlılar məməlilərə aid edirlər? Çünki hər məməlilərə aid bəzi xüsusiyyətlər daşıyırlar. Bunlardan məsələn bədənlərinin tüklə bədənlərin örtülməyi, sonra isti qanlı olmaları, isti qanlı bədən xüsusiyyətidir. Sonra balalarını südlə bəsləməyi ən vacib xüsusiyyəti, südlə bəsləmə. Qrupların və onlara aid olan canlıların adlarını qeyd edin. Aha. Baxın, burada yumurta qoyan məməlilərdir. Yexitna ilə ördək burun. Bu ördək burundur. Ördək burun. Bu isə yexitnadır. Yexitna və buraya yazaq yumurta qoyanlar, qoyan. Qarşısına da yaza bilərik mötərizədə yexitna və ördək burun. Mən qısa yazıram, siz yazarsınız ördək burun. Sonra kisəli məməlilər. Bax, bu kenguru kisəli məməli. Kisəli kenguru. Bu isə plasentalı məməli ayı. Plasentalı ayı. Hansı əlamətlərə görə bu canlılar müxtəlif qruplara aid edirlər? Müxtəlif qruplara aid edirlər. Yumurta qoyan, məsələn, çoxalmasına görə yumurta qoymaqla çoxalırlar. Məsələn, çoxalma yaza bilərik. Çoxalmaya və də bir də rüşeyimin inkişafına görə. İnkişafına görə. Çünki çoxalma xüsusiyyətlərinə görə bəziləri yumurta qoymaqla dedik, bəziləri diri bala doğmaqla çoxalır. Rüşeyimin inkişafda ona görə deyirik ki, məsələn, yumurta qoyan məməlilərdə rüşeyim valideyndən kənarda inkişaf edir. Plasentalı məməlilərdə valideyn orqanizmdə tam inkişaf edib xaricə çıxır. Kisəli məməlilərdə isə zəif inkişaf edir. Doğulan kimi kisəyə düşür və kisədə bəslənəndən sonra xaricə çıxır. Düzgün və yanlış fikirləri müəyyən edin. Suda qurda yaşayanlar ayrı cinsiyyətli heyvanlardır. Suda qurda yaşayanlar ayrı, məsələn, qurbağalar suda qurda yaşayan ayrı cinsiyyətli heyvanlara aiddir. Bunlar tritonlar da ayrı cinsiyyətlidir. Ördək burun və yexitlə yumurta qoyan məməlilərə aiddir. Düzdür, bu da. Sürünənlərin dişlərində təkcə sol yumurtalıq olur. Xeyr, bunlar quşların əlamətidir. Səhvdir. Yazıram, quşların əlamətidir. Quşlarda. Balıqlar yalnız cinsi yolla çoxalır. Düzdür. Sonra su tısbağalarında xarici mayalanma müşahidə olunur. Su tısbağalarında xarici mayalanma yoxdur, daxili mayalamadır. Yanlışdır. Çünki tısbağalar sürünənlərə aiddir. Ona görə sürünənlərin hamısına daxili mayalanmadır. Quşlar yumurta hüceyrəsində sarılıq çox olur. Düzdür, çünki valideyndən kənarda inkişaf edir yumurta rüşeyin. Sonra diri bala doğma ilə əlaqədar ali məməlilərin əksəriyyətən yumurtalıq nisbətən kiçik olur. Bu da düzdür, diri bala doğma. Çünki valideyn orqanizmdə inkişaf edir, yumurtalığın çox böyük olmağa ehtiyac yoxdur. Döl plasentaya göbək ciyəsi vasitəsilə birləşir. Bu da düzdür. Skatlarda mayalanma daxilidir. Düzdür. Biz bilirdik ki, balıqların bəzi növlərində skatlarda həmçinin mayalanma daxili idi. Köpək balığında da mayalanma daxili idi. Kisəlilərdə cilt zəif inkişaf edir və ya olmur. Düzdür. Kisəli məməlilərdə cilt zəif inkişaf edir və ya olmur. Çünki doğulan yeni fərd inkişafını valideynin kisəsində tamamlayır. Yəni, ananın kisəsinə düşür və orada qidalanıb tam inkişaf edən sonra çıxır. Çömçəquyruq əvvəlcə ön, sonra xeyir, əvvəlcə arxa, sonra ön ətrafdır. Yanlışdır. Məməlilərin yumurta hüceyrəsində sarılıq çox olur. Məməlilərin yumurta hüceyrəsində sarılıq az olur. Çünki valideynin orqanizmində inkişaf edir. Yəni, sarılığın çox olmasına ehtiyac yoxdur. Nə üçün? Sarılıq bizə bilirdik ki, ehtiyat qida maddələrlə zəngindir.
rüşeyimin inkişafı xaricdə gedən heyvanlarda, məsələn, sürünənlərdə, sürünənlərdə bir də quşlarda, suda qurda yaşayanda orta olur, amma sürünən və quşlarda sarılığı çox olur, çünki rüşeyimin inkişafı xaricdə gedir, ehtiyat qida maddələri ehtiyac var. Amma məməlilərdə rüşeyin inkişafı ana bətnində getdiyinə görə rüşeyinin sarılıqla zəngin olmanı bir o qədər ehtiyac yoxdur. Çünki inkişaf valideynin orqanizmindən qidalanır. Metamorfoz nədir və o hansı heyvanlarda müşahidə olunur? Metamorfoz dolayı inkişafdır. Metamorfoz, məsələn, hansı heyvan dolayı inkişafdır və bu zaman yumurtadan çıxan fərd xarici görünüşünə görə və həyat tərzinə görə valideynə bənzəmir. Yumurtadan çıxan fərd həyat tərzinə və xarici görünüşünə görə valideynə bənzəmir. Və məsələn, metamorfoz deyə bilərik ki, suda qurda yaşayanlarda gedə bilər, hansı heyvanlarda? Suda qurda yaşayanlarda, sonra həşəratlarda, boğmayaqlar tipi nümayəndəsində, qurda yaşayanlarda, sonra həşəratlarda, cücülərdə falan metamorfoz gedir. Çiçəkdir, kəpənəkdir, ağcaqanad çiçəyi, kəpənək metamorfozla gedir. 6-cı çalışma. Qurbağa kürsünün inkişafının ətraf mühit temperaturundan asılılıq qrafiki əsasında düzgün və yanlış ifadələri qeyd edin. Əvvəlcə biz bu qrafikə baxaq. Qrafikə nəzər salsaq görərik ki, temperatur verib, bir də inkişaf sürəti. İnkişaf sürəti ən pik həddi temperaturun 20 dərəcə temperaturundan qurbağa külləri ən yaxşı inkişaf edir. Və bir də 25 dərəcə, baxın burada qeyd 25 dərəcə arasında. Deməli, ən yaxşı inkişaf 20 dərəcədə və 25 dərəcə 20 dərəcə arası ən yaxşı inkişaf sürəti. Çünki 25 ilə 20 arasında məsələn, 18, burada götürsən təxmini 18 dərəcəyə düşür də. 18-dən 25 dərəcəyə qədər, baxın, ən yüksək həddi buradadır. Qrafikdə ən yüksək hədd göstəricisi buranı göstərir. Və ən yaxşı həddi burada inkişaf edir. İndi gəlin, oxuyaq. Külünün inkişafı ətraf mühit temperaturundan asılı deyil. Xeyr, külünün inkişafı ətraf mühit temperaturundan asılıdır. Nəyə görə asılıdır? Çünki baxırıq ki, aşağı temperaturlarda, baxın, aşağılarda külünün inkişafı zəif gedir. Baxın, burada aşağılarda. Səhvdir bu fikir. 10 dərəcədən aşağı temperaturda inkişaf sürəti çox aşağı düşür. Hətta bəzi növlərdə tamamilə itir və bu fikir düzdür. Çünki 10 dərəcədən aşağıda görürsünüz, tamam demək olar, külünün inkişaf sürəti tamam demək olar düşüb 0.2 və ondan da aşağıya düşüb. 20 dərəcədən sonra külünün inkişaf sürəti artır. 20 dərəcədən sonra külünün inkişaf sürəti artmır. Baxın, 20 dərəcədən sonra qrafikdə azalma var, aşağı düşür. Buna görə artmır. Səhv fikirdir. Qurbağa kürsünün inkişafı üçün optimal temperatur 18-25 dərəcə arası optimal temperatur. Burada 18 kürsün, burada 25. Ən optimal temperatur düzdür. Bu fikir düzdür. 30 dərəcədən yuxarı temperatur inkişaf prosesinə mənfi təsir göstərə bilər. Düzdür. Çünki 30 dərəcədən yuxarı temperatur inkişaf sürəti, baxın, xətlə aşağı doğru gedir. Azalma baş verir inkişaf sürəti. 7-ci çalışmaya baxaq. Şəkili nəzərdən keçir. 1 və 2-ci işarələnmiş quş balalarını necə adlanır? Birinci işarələnmiş, fikir versəniz, quş balası artıq gözü açıqdır, üzəri tüklərlə örtülüdür. Deməli, bu cücə baladır. Cücə bala. O birisinin isə ağzını açıb analarından yem gözləyirlər, gözləri qapalı, üzəri tüklə örtülü deyil. Bu isə ətcə bala. Deməli, birdən nə istəyir bizdən? Hansı xüsusiyyətinə görə quş balaları bu qruplara aid olduğunu qeyd edin. Cücə bala və ətcə bala quşları aşağıdır. Məsələn, birincinə cücə balaları yazacaq, ikincinə ətcə balaları. Bədəni yumuşaq qul ələkləri ilə örtülür. Cücə balalarda, məsələn,
qul ələklə örtülü. Baxın, üzəri qul ələklərlə örtülüdür. İlk günlər yalnız valideyn gətirdiyi qida ilə qidalanır. Bax, ağzını açıb valideyndən qida gözləyir. B variantı bunlardır. Göz qapaqları və qulaq dəlikləri qapalıdır. Bunlar da ətcəbala quşlara aiddir. Göz qapaqları, gözləri bağlı. Sərbəst hərəkət edə bilirlər. Bunlar cücə balalardır. Dedik ki, yumurtadan çıxandan sərbəst hərəkət edə bilirlər. İlk gündən özləri yem tapırlar və bunlar cücə balalara aiddir, yem tapma. Bədən üzəri lələklər olmur, ətcə balaların xüsusiyyətidir. Bədən üzərində qısa müddətdə böyüyərək yuvalarını tez tərk edirlər. Cücə balalara aiddir bu. Sərçələr, göyərçinlər, qarğalar. Baxın, burada dərslikdən əlavə olaraq qarğa, qartal, bayquş bunlar da verdi. Bunlar da yadınızda qalsın. Dərslikdən əlavədir bunlar. Qarğalar, qartallar, bayquşlar da bu qrupa aiddir. Sərçələr, göyərçinlər hansı qrupa aiddir? Dərsliğimizdə var idi. Onlar ətcə balalara aid idi. Toyuqlar, ördək, qaz, bildirçin. Bunlar isə məsələn toyuğu, ördəyi dərslikdə veribdir. Qaz, bildirçin, flamingo, dəvə quşu isə bunlar da cücə balaya aiddir. Dərsimiz bu qədər.